Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Bugünkü mövzumuz nədir? Gəlin baxaq görək, sevdiyiniz insanın ürəyində olan sizsiz, yoxsa bir başqası var. Ola bilər ki, bu insan evli ola bilər və yaxud da ki, ailəli olub ayrılmış ola bilər və yaxud da ki, siz bilirsiniz ki, bu insanın həyatında başqa bir insan var, sevdiyi başqa bir insan var və siz də bu insanın həyatında varsınız. Yəni, çox insanlar izlədiyi üçün hər bir formanı deyirəm. Gəlin baxaq görək, bu insanın ürəyində olan şəxs sizsiz, yoxsa bir başqasıdırmı? Çalışacağım nə varsa onu da deyim. Çünki aldatmaqdansa məncə acı həqiqətləri bilmək daha yaxşıdır. Baxaq görək, bu insanın ürəyində olan sizsiz, yoxsa bir başqasıdırmı? Buna baxaq. Üç variant olacaq. Hər zaman olduğu kimi videom sırf izləyicilərimə aiddir. Kənar şəxslər izləməsin. Sizə heç bir halda enerji ötürmürəm. Bir də videomun altından çox xahiş edirəm, başqa rəqəmlər yazmayın. Mənim enerjimlə uyumlanırsınızsa videonu izləməyə davam edin. Kim üçün vaxt azsa videonu saxlaya da bilərsiniz. Başlayırıq birinci variantla. Görək. Sevdiyiniz insanın ürəyində olan sizsiz, yoxsa bir başqası. İzləyənlər çox olduğu üçün mən faizlə göstərəcəm ki, neçə faiz insanın ürəyində olan sizsiz, neçə faizdə isə başqa bir insan. Nə çıxsa onu da deyəcəm də bir sözlə. Bilirsiniz necədir? Bu insan evli kimi gəldi mənə. Əgər belə bir vəziyyət yoxdursa, sanki ciddi niyyətlə başqa bir qızı istəyir. Amma siz də onun həyatında varsınız və sizə çox yalanlar danışır. Maddi cəhətdən sıxıntıda olduğunu deyir, amma heç də elə deyil. Siz bu insan və yaxud da ki, siz torpaq ünsürü ola bilərsiniz. Artıq məncə hər bir insan bilir ki, kimdən söhbət gedir. Bu insan sizə tez-tez yalanlar danışırsa, bu insan çox tez-tez xəyanətini tutursunuzsa, bilin ki, həyatında başqa bir insan var və bu insanın qarşıda çox ciddi bir hərəkətlər eləmək niyyətindədir. Yəni, subaydırsa ailə qurmaq istəyir həmin o xanımla, yox əgər evlidirsə, münasibətini düzəltməyə çalışır həyatında olan insanla və yaxud da ki, yoldaşı ilə. Sizə qarşıda çox yalanları var və siz bunun fərqindəsiniz, bilirsiniz. Yəni, mənim deməyimə əslində ehtiyac yoxdur. Bilirsiniz necədir? Çox hiləgər bir insandır. Bu insanın biraz yalanını tutmaq çox çətin məsələdir. Siz bunun yalanını tutsaz belə, bunu sübut eləməkdə çox çətinlik çəkərsiniz. Amma həyatında başqa bir insan var. Yəni, bunu da məncə siz bilirsiniz. Bilmirsinizsə də xəbəriniz olsun. Birinci variant belə getdi. Gəlin baxaq görək ikinci variantı seçənlər. Bilirəm, başa düşürəm. Bəziləriniz bəlkə bilmirsiniz xəbərlər, amma belə şeyləri eşitmək xoş deyil. Nə varsa, qızlar, nə çıxdısa onu da izah edirəm. İkinci variantı seçənlər, baxaq görək ürəyində olan sizsiz, yoxsa bir başqa. Təbii ki, sizsiz, təbii ki, amma ayrısınız indi. Danışmırsınız, münasibətiniz yoxdur. Bəlkə də son qoymusunuz. Siz də onu sevirsiniz, o insan da sizi sevir. Çox gözəl, duyğusal bir hisslər bəsləyir sizə. Başqası yoxdur. Ola bilər ki, 1-2 günlük sizlə dalaşanda kimlənsə gedir, ünsiyyət saxlayar, ünsiyyət qurar, danışar, görüşər elə belə. Görüşməsini də görmürəm. Elə belə flört eləyər, amma ürəyində olan, ağlında olan sizsiz. Amma burada sizi bir yerdə görmürəm mən. Sanki ayrısınız, ayrılmısınız, ayrılıq qərarı almışsınız. İnciyən tərəfsiz ola bilsin, insan sizin qəlbinizə deyib, xətrinizə deyib. Amma o insanı da danışdırsaq, siz onun xətrinə dəymiş kimi danışacaq. Biz sizdən biraz zərbə almış kimi. Amma əslində siz daha çox inciyən bir tərəfsiz. Amma sizə qarşıda duyğusal bir hissləri var. Sizə qarşıda çox gözəl, çox qəşəng bir hisslər bəsləyir. Doğmalıq hissi də var sizin aranızda. Amma bu çox demək deyil, bu sevgidir artıq. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Üçüncü variantı seçənlərlə davam edirik, görək. Sizdə nə çıxır? Sevdiyiniz insanın ürəyində olan sizsiz, yoxsa bir başqasıdırmı? Baxaq. Mən burada münasibət görmürəm axı heç. Yoxdur heç bir şey.
yoxdur. Yəni adamdan da xəbər yoxdur elə bil. Yox, soyuqqanlı insandır. Bu insanın nə ürəyindəki olan siz, nə də bir başqası. Bu insan özünü daha çox sevir. Özünü, yəni bilirsiniz necədir? Ayağını qoyur ayağının üstünə. Yəni mən heç kimə görə heç bir şey eləməyim. Kimsə məni sevirsə gəlib mənə desin ki, səni sevirəm, səni istəyirəm. Amma mən kiməsə görə durum buradan adi bir addım belə atmayım. Çox soyuqqanlı bir insandır. Sizə qarşı da duyğularının olduğunu görmürəm. Ola bilsin ki, aranızda böyük bir skandal olub, böyük bir dava-dalaş olub, nə problem olub deyə belə çıxır. Amma hal-hazırdakı vəziyyətə baxanda bu insanın ürəyindəki nə siz, nə də bir başqasıdır. Soyuqqanlı bir formadadır. Qılıncını çıxardıb, oturub, yəni kimsə məni sevirsə gəlsin desin ki, məni sevir. Mən heç kimə görə nə addım atan deyiləm, nə barışıq üçün gedən deyiləm, nə ciddi bir münasibət yaradan deyiləm, heç bir şey eləmək istəmirəm. Yəni özünü daha çox sevir də, başa düşürsünüz? Egoist, narsist bir insandır. Hava ünsürü olma ehtimalı da böyükdür. Dolça, əkizlər və tərəzi bürcü. Ola bilsin ki, bu bürclərdən siz də ola bilərsiniz və yaxud da ki, yüksələn və ya ay bürcü ola bilər. Belə, ürəyində olan yəni nə siz, nə də bir başqası. Bu qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yaxşı ki, varsınız. Video yorumlarda özünüzü göstərin və videomu bəyənin. Çox xahiş edirəm. Çünki mən sizə video çəkirəmsə, bunun qarşılığı olaraq sizdən bəyəni və kommentariya gözləyirəm. Yaxşı ki, varsınız. Yaxşı ki, sizin kimi gözəl izləyicilərim var. Sizi sevdiyimi unutmayın. Öpürəm sizi.